Bu günləri biz Jeffrey Epstein'in bədən dili haqqında danışacağıq. Onun bədən dili ilə danışıq arasında ziddiyyətləri bir nümunələr üzərindən göstərəcəyik. Is your money dirty money? If you live, I just asked a question. Is your money dirty money? no, it's not. Videoda biz nə görürük? Güc strukturu nümayəndəsinin Jeffrey Epstein'e verdiği sualda sizin pullarınız çeklidirmi və ya çekli mənbədən qazanılırmı sualını verir. Jeffrey isə buna yox cavabı verməsinə rağmen bədən dili ilə, yəni başı ilə buna hə cavabı verir. Bu isə ziddiyyət təşkil edir. Ziddiyyət təşkil etdikdə isə belə bir qızıl qayda var ki, bədən dili ilə sözlər bir-birinə ziddiyyət təşkil edərsə, hər zaman bədən dili dəlil kimi qeyd olunur. Siz bir daha videoya baxdıqda bunu özünüzdə müşahidə etmiş olacaqsınız. Is your money dirty money? If you live, I just asked a question. Is your money dirty money? no, it's not. Pul qazanmaq mövzusunda, yəni çekli və yaxud təmiz pulların qazanılması mövzusunda özü bu ifadəni işlətdikdə yenə də müsbət məna ifadə etməsinə baxmayaraq danışığında bədən dili də buna yox deyir və bu deməkdir ki, yəni yenə də o dəlili, sübutu bədən dili ilə ötürmüş olur. A heart. But you earned it. I earned it legally. We went back. Güc strukturu nümayəndəsinin Jeffrey Epstein'in sualında ki, sən ibliссənmi və ya şeytanın özü sənsənmi sualında birdən onun başını qaşıması, üzündə turşuluğun əmələ gəlməsi onun psixoloji narahatçılıq keçirdiyini göstərir. Bu isə heç vaxt bədən dili ekspertlərin fikrindən yayınmır və bu elementi demək olar ki, hər zaman vacib bir məlumat datası kimi özlərində qeyd aparırlar. God's life. Do you think you're the devil himself? No, but I do have a good mirror. It's a serious question. Sorry. Do you think you're the devil himself? I don't know why would you say that? Because you have all the attributes. You're incredibly smart. You remember the devil is Is the somebody devil knows. smart?